İçi almalı, darçınlı, kişmişli, çox dadlı, yumuşaq şirniyyat sevirsinizsə, bu kurabiyəni hazırlaya bilərsiniz. Əvvəlcə kurabiyənin içliyini hazırlayıram. Qazana sürtükəcdən keçirdiyim, qabığı soyulmuş almanı tökürəm. Üzərinə şəkər tozu, xırda doğradığım əncir qurusu, kişmiş, darçın töküb ara-ara qarışdıraraq bişirirəm. Almanın suyu çəkildikdən sonra xırda doğradığım qozu töküb, qarışdırıb ocağın üzərindən götürürəm. Keçirəm kurabiyənin xəmirini hazırlamağa. Qaba süd, yumurta, duz, vanil və pudra şəkəri töküb qarışdırıram. Əlavə edirəm yumuşalmış kərə yağı və unu töküb xəmiri hazırlayıram. Xəmiri yağlı kağız arasında kvadrat formada açıb, kənarlarına içlik qoyub, bir qat rulet formasında burub, uzunsov dilimlərə kəsib soba listinə yığıram. Xəmir və içlik bitənə qədər qalan xəmirə eynən bu qayda ilə içlik qoyub, rulet kimi burub, uzunsov formada kəsib soba listinə yığıram. Kurabiyələrin üzərinə yumurta ağı çəkib, kokos qırıntısına batırıb, öncədən isidilmiş 180 dərəcəli sobada üzərləri bir az qızarana qədər mənim sobamda hardasa 20-25 dəqiqə ərzində bişdi.